ekranlarında. Ulusal kanal ekranlarından hoş gördük değerli izleyiciler. Ben Arzu Aliyeva. Bugün Bayram Efendi. Değerli izleyiciler, baharın gelişiyle birlikte doğa yeniden canlanırken, gönüllerimize umut ve sevinç getiren mübarek günleri birlikte karşılıyoruz. Türk dünyasının asırlardır yaşattığı kardeşlik bayramı Nevruz, toprağın uyanışına, birliğimizi ve yenilenmeyi müjdeliyor. Aynı zamanda paylaşmanın, merhametin ve sevginin en güzel ifadesi olan mübarek Ramazan bayramı da gönüllerimizi bir araya getiriyor. Türkiye'den Azerbaycan'a, Kazakistan'dan Kırgızistan'a, Özbekistan'dan Türkmenistan'a kadar olan bütün Türk dünyasının bu güzel bayramlarını yürekten kutluyorum efendim. Nevruz'un getirdiği bahar gibi hayatınıza umut, Ramazan bayramının bereketi gibi sofralarınıza huzur ve mutluluk da olsun. Bayramlarınız mübarek olsun efendim. Değerli izleyiciler, Azerbaycan edebiyatı tarihinde öyle büyük sənətkarlar var ki, onların adı çekiləndə bir milletin ruhu, dili ve medeniyeti göz önünde canlanır. Böyle büyük söz ustalarından biri de Azerbaycan'ın xalq şairi Səməd Vurğundur. O yalnız şair değildi. O Azerbaycan dilinin ve vatan sevgisinin poeziyadaki en güçlü seslerinden biriydi. Səməd Vurğunun şiirlərində vətən sevgisi, insanın manevi gücü ve hayatın güzelliği xüsusi bir duygu ile ifade olunurdu. Onun yaradıcılığı Azerbaycan edebiyatının en kıymetli hazinelerinden biri olarak da kalır. Bugün onun hayat yolu, zengin yaradıcılığı ve Azerbaycan diline verdiği büyük töhfələr hakkında konuşmak için stüdyomuzda çok değerli bir konuğum var efendim. Bugünkü konuğumuz filologiya üzrə fəlsəfə doktoru, doçent Təminə Bədəlova var efendim. Təminə xanım, hoş geldiniz. Hoş gördük Arzu Hanım. Nasılsınız? İyiyim, teşekkür ederim. Siz nasılsınız? Teşekkürler, çok sağ olun. Təminə xanım, önce xalq şairimiz Səməd Vurğun hakkında kısaca bir konuşalım mı? Önce izleyicilerimizi tanıtalım, Səməd Vurğun'un dahi şairimizi. Tabii Arzu Hanım. Ancak ilk önce ben de bütün seyircilerimizi müqəddəs Ramazan bayramı ve Nevruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. İnşallah bu Nevruz ulusumuza, elimize, bütün dünyaya sülh, dinçlik ve əmin-amanlıq gətirsin. Amin. Ayrıca bu Dostluq Kervanı programının bugünkü bölümünü Azərbaycanın xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyiniz üçün öncə sizə və bütün programın ekibinə həm kendi adımdan, həm şiir sevərlər adından, həm də Səməd Vurğun poeziyasının sevənlər adından teşekkürümü bildirirəm. Biz teşekkür ederiz efendim. Sağ olun. Özellikle biz bu zamana denk getirdik ki Mart'ın 21'inde dahi şairimizin doğum günü olmuştur. Özellikle onun için Mart'a 21 olmadı 22'si yayınlanır programımız. Olsun. Demek ki Səməd Yusifoğlu Vəkilov 1906 il Mart ayının 21'inde söylediğiniz gibi Azerbaycan'ın Qazax ilinin Yuxarı Salahlı köyünde asıl bir ailede dünyaya gelmiştir. Ancak çocukluğu çok ağır kayıplarla, itkilerle geçmiştir. Henüz 6 yaşındayken annesi Mahbub Hanım'ı kaybetmiştir. O zaman annesinin 28 yaşı vardı. Ve küçük Səməd babası Yusif Bəy'in ve annesi Ayşe Hanım'ın himayesinde büyümüştür. İlk eğitimini köy okulunda almıştır.
1918-ci ildə Azərbaycanın kültür və eğitim həyatında çox önəmli bir hadisə baş verir. Azərbaycan aydını, Azərbaycanda eğitimin inkişafı, maarifçiliyin yayılması, eyni zamanda Azərbaycan ədəbiyyatı örnəklərinin dərlənib toplanmasına çox böyük hizmətləri olmuş Firidun bəy Köçərlinin səyi ilə Qori müəllimlər seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürülür. O yıllarda açılmış zaten benim anladığım. 1918-ci ildə Azərbaycan bölməsi köçürülür Qazaxa. Doğru. Çünki Qori şəhəri daha uzaq idi. Azərbaycan Doğru. övladları oraya gedib təhsillərini davam etdirə bilmirdilər və Firidun bəyin təşəbbüsü ilə bu işə nail olur 18-ci ildə. Arzu xanım, bir şey qeyd edim ki, o seminariya, yəni bunu abartmadan söyləmək olar ki, bugünkü universitetlər səviyyəsində bir təhsil verirdi. Yəni düşünün ki, o seminariyanı bitirən məzunlar ayrı-ayrı illərdə, köylərdə öyrətmənlik yapırdılar. Və Səməd Vurğun da o seminariyanın Qazax bölməsinin ilk öğrencilərindən biri idi. Mən o seminariyanın Azərbaycan bölməsinin məzunlarının bir neçəsinin adını çəksəm, həm tamaşaçılarımızda da təəssürat daha da aydınlaşar. Məsələn, Mehdixan Vəkilov, Mehdi Hüseyin, Osman Sərvərli, İsmail Şıxlı kimi sonradan Azərbaycan ədəbiyyatı və mədəniyyətində görkəmli izlər qoymuş şəxsiyyətlər məhz həmin seminariyanın məzunları olmuşdular. Deməli, seminariya illərindən başlayaraq artıq Səməd şeirlər yazmağa başlayır və bu şeirlər o vaxt seminariyanın okul yıllarından başlamış. Evet, seminariya yıllarından başlamış və bu şeirlər seminariyanın Divar qəzetəsində yer alırdı. O illərdə, seminariya illərində həm Azərbaycan klassik ədəbiyyatının nümunələrinə tanış olur, həm Rus klassikasının, məsələn, Pushkinin, Lermontovun əsərlərini oxuyur. Eyni zamanda Tofiq Fikrət, Namiq Kamal, Mehmet Əbi Yurdaqul kimi türk şairlərinin əsərlərini mütaliə edir və bütün bunlar onun həm poetik düşüncəsinin, həm bədii istedadının formalaşmasında önəmli rol oynayır. İlk mətbu əsəri isə elə seminariyanı bitirdiyi zaman 1925-ci ildə Gənclərə Hitap adlı şeiri, o zaman İlk şeiri mi bu? Yox, ilk mətbu şeiri. Mətbu şeiri. Bu deməli Tiflisdə yayımlanan Yeni Fikir qəzetəsində yer alır. Seminariyadan sonra Azərbaycanın Qazax, Quba, Gəncə illərində öyrətmənlik edir. Azərbaycan dili və ədəbiyyatından və Azərbaycan türkçəsi və ədəbiyyatından dərslər verməyə başlayır və poetik yaradıcılığını da genişləndirir. Və muhtemelen o zamanlar bu şeir həyatını davam etdirəcəyini artıq dərk etdiyi üçün özünə vurğun təxəllüsü seçir. Normalda Səməd Vəkilovdur. Səməd, bəli, Vəkilovdur. Vurğun seyircilərimiz də çox güman bilirlər, aşiq olmaq, məftun olmaq, hayran olmaq anlamlarına gəlir. Sonradan özü də yazırdı ki, aşiqəm insana və təbiətə, əlim qələm tutub yazandan bəri. Yəni, məhz buna görə sanki bu Vurğun təxəllüsünü seçməyin səbəbini izah edir. Yəni, sevgidən dolayı, vətən sevgisindən dolayı özünə Vurğun təxəllüsünü seçmişdir. Siz yəni o qədər Səməd Vurğun həyatına aid o qədər rəvayətlər, əfsanələşib ki, bu bir şəxsiyyət kimi. Bu təxəllüsünü seçməyinə aid də belə rəvayətlər, çoxlu versiyalar var. Ancaq özü, yenə deyirəm, bu insana və vətənə aşiq olmasıyla izah edir. Yəni, həmin illərdə elə İlk gəncliyindən çox məhsuldar bədii yaradıcılıqla məşğul olur. Ard-arda bir neçə kitabı çıxır. Məsələn, 30-cu ildə Şairin Andı, 31-ci ildə Ölən şeirlərim, 32-ci ildə Fanar, 34-də Könül dəftəri, 31, baxın, hər il sanki bir şeirlər kitabı çıxır. Onunla qeyd edim ki, 29-cu ildə 2-ci Moskva Universitetinin Ədəbiyyat Fakültəsində təhsilini davam etdirməyə gedir. Və ancaq bədii yaradıcılığı heç vaxt ondan kənar düşmür və daha da genişləndirir. Həyatından bəhs edərkən bir məqamı mütləq qeyd edim. 1934-cü ildə
elə yenə Azərbaycan aydını Abdullah Şaiqin baldızı Xavər xanım Mirzəbəyoğlu ailə qurur və bu izdivacdan 3 övladı dünyaya gəlir. Yusif, Vaqif və Aybəniz xanım. Yəni hər kəsə də məlumdur ki, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu imzaları Azərbaycan ədəbiyyatı və mədəniyyətində özünə məxsus yerləri var. Aybəniz xanım da aynı şəkildə. Bəli, əməkdar mədəniyyət işçisi və muzeyin yıllarca yəni ömrünün sonuna dək Səməd Vurğunun Ev Muzeyinin direktor olaraq çalışmışdır. Vəzifəsində çalışmışdır. Yəni ömrünün sonrakı ilə təbii ki, bədii yaradıcılığı həmişə davam elətdirmişdir. Bunun detallarına bu sualınızda getmirəm, çünki daha çox yəqin danışacağıq. Bir çox ictimai vəzifələrdə də çalışmışdır, dövlət mükafatlarına layiq görülmüşdür və çox təəssüf ki, çox gənc yaşlarında, yəni 50 yaşında 1956-cı ilin may ayında Səməd Vurğun çox sevdiyi bu dünyaya vəda etmişdir. Ancaq Səməd Vurğunun öz sözlərlə deyim ki, ölüm sevinməsin qoy, ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər, şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Ağzınıza sağlıq. Teşekkür ederim. Çok güzel anlattınız. Gerçekten de bu hayatını anlatabilir misiniz dediğimde tam olarak neredeyse anlattınız kısa bir şekilde. Teşekkür ederim. Ben teşekkür ederim. Təminə xanım, şimdi bu yıl Azərbaycan fəxri adına layiq görülmüş dahi şairimiz, söz ustadımız Səməd Vurğunun 120 yıllık yıl dönümüdür ve bununla ilgili de şimdi Azərbaycan poeziyasında edebiyat tarixçiləri Səməd Vurğunu aslında 20-ci əsrin Azərbaycan poeziyasının siması, en görkemli nümayəndəsi hesab edirlər. Ona bu şərəfli yeri qazandıran yaradıcılığının hangi cəhətləri idi və burada hangi məqamları vurğulamaq istərdiniz və Səməd Vurğunu Türkiye izləyicilərimizə bir neçə cümlə ilə tanıtmaq istəsəydiniz, nasıl tanıtırdınız? Evet, önce diyeyim ki Səməd Vurğun Azərbaycanın ilk xalq şairidir. 23 Ocaq 1956-cı ildə, yəni Səməd Vurğunun 50 illik yubileyi ərəfəsində Azərbaycan SSR Rəyasət Heyətinin sərəncamı ilə Azərbaycan xalq şairi fəxri adı təsis edilir və o fəxri ada da ilk olaraq Səməd Vurğun layiq görülür. Və Səməd Vurğun çox geniş yaradıcılıqla məşğul olmuşdur. Həm elmi yaradıcılıqla, həm bədii yaradıcılıqla məşğul olmuş, tərcüməçilik etmiş, ictimai fəaliyyətlə məşğul olmuş. Ancaq ədəbiyyat tarixində özünün xüsusi yeri vardır. Əvvəla onu deyim ki, Səməd Vurğun 3 ədəbi növdə, həm lirik, həm epik, həm dramatik növdə və şeirimizin 3 vəznində, həm heca, əruz və sərbəst vəzinlərdə yüksək poetik sənətkarlıq nümunəsi olan ölməz əsərlər yaratmışdır. Deməli, onu qeyd edim ki, Azərbaycan Sovet imperiyasının tərkibində olduğu illərdə şərti olaraq ədəbiyyatımızı Azərbaycan Sovet ədəbiyyatı və yaxud Sovet dönəmi Azərbaycan ədəbiyyatı adlandırılır və Səməd Vurğun da Azərbaycan Sovet dönəmində yaranmış Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri və deyərdim ki, birincisidir. Bunun təbii ki, bu adı yəni boş yerdən qazanmamışdır. Bunun önəmli səbəbləri vardır. Ən birinci o idi ki, Səməd Vurğun öz yaradıcılığında Azərbaycan ədəbi dilini yabancı ünsürlərdən, yabancı kəlmələrdən təmizləyərək onu xalqın saf danışıq dilinin leksik fondu hesabına zənginləşdirmişdir. İkincisi, Azərbaycanın vəsf edilməsində, onun tarixi keçmişinin, təbii gözəlliklərinin, zənginliklərinin, insanların xarakterinin, adət-ənənələrimizin, məişət tərzimizin, apardığı mübarizənin, yəni həm əmək cəbhəsində, həm elm cəbhəsində, həm o bilirsiniz ki, müharibə dönəmində də yaşamışdı, həm bu hərbi cəbhədə bizim insanlarımızın fədakarlığı, xüsusilə qadınlarımızın cəmiyyətin inkişafına verdiyi töhfələri, bütün bunları Səməd Vurğun
bütün xalqımızın başa düşəcəyi dildə, amma həm də yüksək poetik sənətkarlıqla verməyi bacarmışdır. Səməd Vurğun çox məhsuldar sənətkar olmuşdur. Yəni Azərbaycan ədəbiyyatının şeir fondunu öz ölməz əsərləri ilə zənginləşdirmişdir. Təsəvvür edin ki, yüzlərlə şeirin müəllifidir. 30-a yaxın poema müəllifidir. Onun dram əsərləri uzun illər Azərbaycan Milli Dram Teatrının repertuarının əsas hissəsini təşkil etmişdir. Bir də onu qeyd edim ki, Səməd Vurğun bir şəxsiyyət kimi təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da çox böyük nüfuza malik idi. Sevilirdi, özünün sənətkar dostları var idi, geniş əlaqələri var idi və bu isə onun şəxsində Azərbaycanın, Azərbaycan şeir sənətinin bütün dünyada, həm keçmiş Sovetlər məkanında, həm də bütün dünyada tanıdılmasında çox önəmli rol oynayırdı. Onun əsərləri, yəni Azərbaycanı vəsf edən əsərləri bir çox dünya dillərinə tərcümə olunmuşdur. Mən bir söz demək istəyirəm. Yəqin ki, bu mübaliğəsiz hər kəs bunu qəbul edər ki, əgər Səməd Vurğun heç nə yazmasaydı, yalnız Azərbaycan şeirini və Vaqif dramını yazsaydı, yenə də Azərbaycan ədəbiyyatı tarixində ən layiqli yerlərdən birini tutacaq. Bir də bizim özəlliklə Azərbaycan şeiri, yəni uşaqdan, yəni çocuqdan tut böyüyə qədər hər kəs əzbərdən bilir. Bəli, bəli. Yəni o qədər okullarda sevdirilmiş ki, o qədər məst edilmiş, o qədər gözəl anlatılmış ki, Səməd Vurğunun şeirləri və artıq o qədər gözəl təbiəti anlatmış ki, və o şeirin içində yəni çocuqdan böyüyə hər kəs əzbərdən bilir onun şeirlərini. O şeir Azərbaycanın kəndisi. Aynen öyle, doğru. Azərbaycanın kəndisi. Təminə xanım, şimdi Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Səməd Vurğunun 120 yıl dönümünün qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bu yıl 120 yılı oluyor dahi şəhərimizin. Bu konudan bahseder misiniz geniş bir şekilde? Təbii Arzu xanım. Öncə onu deyim ki, Azərbaycan dövlətinin mədəniyyət sahəsində yürütdüyü siyasət, yəni gerçəkdən də bir çox xalqların qibdə edəcəyi bir siyasətdir. Çünki bizim mədəniyyətimizin təbliğ olunması, mədəniyyət xadimlərimizin yaşadılması, onların xatirəsinin əbədləşdirilməsi, onlara böyük dəyər verilməsi həmişə dövlətimizin prioritet məsələlərindən biri olmuşdur. Hətta xatırladım ki, Respublikamızın həm hərbi, həm siyasi, həm iqtisadi cəhətdən ən çətin illərində, yəni 97-ci ildə Ulu Öndər Heydər Əliyev heç nəyə baxmadan, o iqtisadi çətinliklərə belə baxmadan Kitabi Dədə Qorqud abidəsinin 1300 illik yubileyinin qeyd edilməsi haqqında fərman vermişdi. Hətta ona etiraz edənlər də olmuşdu ki, indi bu dəqiqə yəni Respublikamız maddi cəhət, iqtisadi cəhətdən biraz zorluq içindədir. Ancaq o vaxtda Ulu Öndər demişdi ki, biz hər şeyi düzəldəcəyik, yəni iqtisadiyyatımız da düzələcək, siyasi durumumuz da düzələcək. Ancaq yəni bu Kitab-ı Dədə Qorqudun bu yubileyini qeyd etməsək bizim üçün yaxşı olmaz da, biz bunu yaşatmalıyıq. Və onu da qeyd edim ki, məsələn 2021-ci ildə də dərhal o 2-ci Qarabağ Savaşından dərhal sonra Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 2021-ci il Nizami Gəncəvi ili elan olmuşdu. Baxmayaraq ki, biz savaşdan yeni qalib çıxsaq da yeni çıxmışdıq. Hələ övladlarımızı itirmişdik, şəhidlər vermişdik. Amma buna baxmayaraq biz 2021-ci ili Nizami Gəncəvinin yubileyini qeyd etdik. Və bu ildə Cənab Prezident Səməd Vurğunun 120 illik yubileyinin geniş şəkildə dövlət səviyyəsində qeyd edilməsi haqqında 23 fevral tarixində sərəncam imzalamışdır. Sərəncamın mətnində də yəni dövlət başçımızın Səməd Vurğun yaradıcılığına çox böyük önəm verdiyini görürük. Onu Azərbaycanın ədəbi fikir salnaməsində yeni bir mərhələ kimi dəyərləndirmişdir və bir məqamda qeyd edim ki, burada sərəncamda
Səməd Vurğunun xüsusilə Azərbaycan ədəbi dilinin zənginləşdirilməsindəki xidmətinə xüsusi bir vurğu edilmişdir. Bu da təsadüfi deyil ki, o bir neçə ay öncəki Azərbaycan Milli Elmlər Akademiyasının yubileyində ki, cənab prezident çıxış etmişdi. Orada da Azərbaycan dilinin xarici yad təsirlərdən qorunmasına, xalqın öz dilinin leksik fondu hesabına o unudulmuş milli kəlmələrimizi ədəbiyyata, ədəbi dilimizə gətirməyi, bu məsələlərə ciddi toxunmuş və hətta alimlərə bu işdə dəstək verməyə çağırış etmişdi. Və sanki bu iki sərəncam da bir-birini tamamlayır. Və təbii ki, bütün bu Səməd Vurğunun 120 illik yubileyinin də qeyd edilməsi ilə əlaqədar, bu sərəncamla əlaqədar bütün elmi və Azərbaycanın bütün elmi və ədəbi ictimaiyyəti o camiyə səfərbər olmuşdur. Əgər izləsəz, xəbərlərdən görərik ki, Səməd Vurğunun yaradıcılığına həsr olunmuş konferanslar, simpoziumlar, seminarlar, sessiyalar, elmi sessiyalar ard-arda keçirilir və yəqin ki, bu ilin sonuna dək davam edəcəkdir. Şimdi dün ilkbaharı karşıladık, Novruz'u karşıladık. Nevruz gibi geleneksel bayramlar Azerbaycan edebiyatında nasıl yer bulmuştur ve biraz Novruz bayramı ilə ilgili adətlərimizdən də konuşar mısınız rica etsem? Konuşalım tabii ki. Bugünkü konumuz Səməd Vurğun olduğu üçün Səməd Vurğun yaradıcılığı üzərindən çıxaq bu konuyu izahına. Deməli, Səməd Vurğun özünün də yəni baharın gəlişinə, təbiətin oyanmasına aid ayrıca şeirləri var. Ancaq qeyd edim ki, Komsomol poemasında ayrıca Novruz bayramı adlı bir sərlövhəli bir fəsil var. Yəni başlıqlı bir bölmə var həmin poemanın içində. Və burada şair çox qəribədir ki, öncə təbiətdə gedən o canlanmanı, təbiətdə gedən o prosesləri, hətta ən incəliklərinə, detaylarına qədər verir. Bu bayramın fəlsəfəsini verir. Həm bioloji tərəfdən izah eləyir. Yəni şeirin o axıcı dili ilə, özünə məxsus o poetik sənətkarlıqla həm fəlsəfəsini verir. Təbiətin oyanışı ilə insanların ruhundakı oyanışı, insanların əhval-ruhiyyəsindəki oyanışı harmoniya şəklində təsvir edir və bizim o qədim adət-ənənələrimizi bayrama hazırlıq dönəmindən başlayaraq evlər necə bəzənilir, necə təmizlənir, necə şirniyyatlar bişirilir, necə səməni qoyulur, axır çərşənbədə hansı oyunlar oynanılır, hətta qızlar necə fal açırlar, gənc qızlar. Yəni bütün bunların hamısını o poemadakı Novruz bayramı hissəsində aydın görmək olar. Və təbii ki, bu o illərdə yazılmışdı ki, o illərdə yəni məhz ədəbiyyat yolu ilə bu xalqımızın bu ənənələrini həm sevdirirdi. Ümumiyyətlə, Səməd Vurğunun poeziyası çox qəribədir ki, öz yurdunu insanın özünə sevdirirdi. Yəni Azərbaycanı insanın özünə, Azərbaycanlı birinin özünə sevdirirdi. Onun gözəlliklərini bir mahir rəssam fırçası ilə çəkib göstərirdi hər kəsə. Yəni sənin vətənin budur, sənin keçmişin budur, sənin adət-ənənən budur və sən bunu yaşatmalısan. Sən bunu yaşatmasan milli kimliyini itirə bilərsən. Yəni biz o adətləri bəlkə də zaman var idi, Novruz bayramı qadağan olunmuşdu, bilirsiniz, keçirilmirdi. Amma Səməd Vurğunun o əsərində o adət-ənənələrimiz, o bayramın necə keçirilməsi qaydalar orada yazılmışdı, əbədiləşdirmişdi Səməd Vurğun onu. Hətta orada, məsəl üçün köylərdə, kəndlərdəki necə kosa, keçəl oyunları keçirilirdi, tonqalı necə qalıyırdılar, ateş yakırdılar onun üstündə. Yəni bütün bunlar hamısı detaylı şəkildə həmin əsərdə yer almışdı. Eləcə də Azərbaycan ədəbiyyatı nümayəndələrinin digər əsərlərində bizim el bayramlarımız, o cümlədən də Novruz yaşadılmışdı.
Şimdi Azerbaycan'da nasıl karşılanıyor? İzleyicilerimize bahseder misin ondan? Bahseder misiniz? Nasıl karşılıyoruz? Önce nasıl yapıyoruz? Onları da kısaca anlatır mısınız? Yani Novruz bayramı, bu Novruz bayramını hələ 4 həftə əvvəldən biz bayramı, baharın gəlişini hər çərşənbə axşamı qeyd etməyə başlayırıq və əvvəllər təbii ki daha maraqlı keçirdi. Yani bütün elliklə bu şənliklərə, el şənliklərinə qoşulurdu. Ateş yakılırdı. Herkes aşağı düşün. Yani o zaman Arzu xanım heç baxılmırdı. Gəncdi, cavandı, yaşlıdı. Yani təzə gəlindi, gənc qızdı. Bunlara heç baxılmırdı. Herkes aşağı düşün. Yani mən xatırlayıram öz uşaqlığımda. Herkes aşağı düşürdü. Bizdə də öyləydi. Çox böyük. Yemin edirəm, əgər bu akşam ateş yakılacaksa o mahallenin herkesi çocuğundan tutmuş yaşlısına kadar ağaç topluyordu. Tahta topluyordu. Bizdə də öyləydi. Ki hangi mahallenin ateşi daha yükseğe kalkacak. Sanki böyle bir yarış geçirilirdi. Sonra ateş atlanarken üstüne atlarken ağırlığım üstünde. Odda yansın. Odda yansın. Deyərdik. Xonçalar bəzənirdi, şəkər bura, paxlava. Səməni hazırlanır. Səməni nasıl hazırlanırdı? İki hafta, 3 hafta önceden buğdayı suya koyurduk. Yani çok su olmasın gerek. Acık üzerine tənzif örtürdük belə. Her günde onu bir neçə damcı belə su tökürdük ki qurumasın. Cücərməyə başlayanda tənzifi götürürdük. Sonra yeşillənirdi. Biz o səməni ilə də fal bakardık, biliyor musunuz? Onu ben bilmiyordum. Səməni ilə də mi oluyordu? Evet, səməni ilə olurdu. Cütləşdirirdik səməninin o otları çıxır ya, onu bir dilək tutup. Sonra qapı pusmalarımız var idi. Qapı pusma Səməd Vurğunun Komsomol poemasında da var. Geçiyor. Ürəyində bir dilək tutardın, qapı pusardın, eşitdiyin sözü o diləyinə uyğun yozardın. Hətta Səməd Vurğunda Humay, yani əsərin qəhrəmanı Humay, Cəlalın sevgilisi Humay fala baxır. Deməli nasıl baxır? Anlatabilir miyim? Tabii ki, buyurun. Ya əsərdə də bu. Bir kase götürülür. Kasenin içine su doldurulur. Ritüel işte bunlar, ritüel. Evet, kasenin içine su tökür. Sonra 2 çatallı iğne deyirlər. O çatallı iğnenin ucuna pamuk sarır. Biri mesela Humay der ki biri benim, biri Cəlal'dı, sevgilisi. Ve o çatallı iğneleri, pamuk sarılmış çatallı iğneleri kaselere suya bırakır. Eğer o çatallar kavuşacaksa demek ki onlar kavuşacak. Ama məlum əsər faciə ilə bitir. Orada Cəlalın çatalı suya batır. Ve onda Humay bilir ki Cəlalın başında bir kavga var. Ve gerçekten de əsərdə öyle geçiyor. Cəlalı qətlə yetirirlər. Böyle. Şimdi ama size bir şey diyeyim mi? Eskisi gibi tamam adetlerimiz hepsi devam ediyor ama eskisi gibi yok diye düşünüyorum, değil mi? Yani eskiden daha çoktu sanki indi böyle. insanlar belki de yani sosyal şəbəkələrə o kadar her şeye sosyal şəbəkədə qeyd edirik biz. Bayramlarımızı da orada qeyd edirik. Yani daha önce bunlar yoktu ya. İnsanlar birbirine nasıl iletişime geçirdi? Yüz yüze direkt görüşerek. Yani şimdi bayramla, telefonla bayram kutluyoruz. Telefonla ateş yakıyoruz, telefonla. Yani ona göre tabii ki bunlar nasıl biraz deformasya uğramıştır. Doğru. Yani, bir de eskiden öyle bir şey adetlerimiz vardı. Şimdi onlar geleneklerimiz daha doğrusu diyelim. İnsanlar papak götürürdüler, kapıya bırakırdı. Papak şapka. O var indi. Bakü'de var o. Bırakırlardı böyle. Onun içine şeker bırak, paklava, şekerden, bayram şekeri. Ve biz de mutlu oluyorduk ki bize bunu verdiler diye. İşte adetlerimiz, güzel adetlerimiz var. Evet. Evet Təminə xanım, devam edelim şimdi sorularımızla. Səməd Vurğunun Azərbaycanın ilk akademiklərindən biri olduğunu hepimiz biliyoruz. Şairin publisistikası hakkında da izleyicilerimize hangi makamları çatdırmaq istərdiniz? Tabii ben önce de qeyd etdim. Səməd Vurğun bədii yaradıcılıqla
bərabər həm də ictimai fəaliyyətlə, elmi fəaliyyətlə məşğul olmuşdu. Onu deyim ki, Səməd Vurğun Azərbaycan Milli Elmlər Akademiyasının ilk yaradıcılarından və sonra da onun ilk həqiqi üzvlərindən, yəni akademiklərindən biri olmuşdur. Daha sonra akademiyanın vitse-prezidenti vəzifəsində çalışmışdır və bu vəzifədə olarkən Azərbaycanda ictimai və sosial elmlərin inkişafına xüsusi diqqət yetirmişdir. Özünün də akademik istiqamətdə çalışmaları olmuşdur. Yəni onun elmi məruzələri, akademiyanın sessiyalarında keçirilmiş elmi məruzələri, xüsusilə Nizami Gəncəvinin yubileyi ilə bağlı etdiyi elmi məruzələr, yəni bu gün də öz elmi dəyərini saxlaya bilirsiniz ki, o Nizami yaradıcılığından həm onun haqqında akademik məruzələr etmişdir, həm də eyni zamanda Nizaminin Leyli və Məcnun əsərini çox yüksək poetik səviyyədə Azərbaycan türkçəsinə tərcümə etmişdir. Eyni zamanda Nizaminin Xosrov və Şirin əsərinə cavab olaraq o motivləri əsasında Fərhad və Şirin dramını yazmışdır və yenə qeyd edim ki, bu dram uzun illər Azərbaycan teatrının səhnəsində oynanmışdı. Bugün də oynanmaqda davam edir. Şimdi süremiz kısaldı, 10 dakikamız kaldı. Şimdi rejiden bilgi geldi. Şimdi toparlayalım, en azından toparlayalım yani ki kısa sorayım sorularımızı. 1975 yılında şairin ev müzesi açıldı. Bu konudan izleyicilerimize bahseder misiniz ev müzeyi hakkında? Deməli, 1975-ci ilin oktyabr ayında o zaman Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan yazıçılarının və bəstəkarlarının mədəniyyət xadimlərinin deyək, xatirəsinin yaşadılması məqsədi ilə ev muzeyləri açılır və ilk açılan ev muzeylərdən biri də Səməd Vurğunun ev muzeyi olur və həmin Səməd Vurğunun ev muzeyinin açılması Azərbaycanda Sovet poeziyası günlərinin təntənəli şəkildə qeyd edilməsi günlərinə təsadüf edir. Muzey açılır, muzey 19-cu əsrin sonlarında Azərbaycan xeyriyyəçi milyonçusu tərəfindən tikilmiş bir binada yerləşir və Səməd Vurğun orada ömrünün son 2 ilini 54-56-cı illərdə o evdə yaşamışdı. Bu dəqiqə muzeydə 17 mindən çox eksponat sərgilənir. Əksəriyyəti memuardır, yəni Səməd Vurğunun bir bilavasitə sağlığında olan əşyalar qorunub saxlanılmışdır. Eyni zamanda mən ilk söhbətimi başlayanda da adını çəkdim. 2015-ci ildə Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun da şəxsi əşyaları muzeyə verilmişdir və muzeydə zəngin eksponatlar sərgilənir. Evet. Peki Səməd Vurğunun ictimai fəaliyyəti haqqında nə anlatabilirsiniz izleyicilərimize? Deməli, bircə onu deyim ki, Səməd Vurğun çox xalq arasında çox sevilən bir sənətkar olmuşdur. Uzun illər Azərbaycanda dostluq cəmiyyətinin rəhbəri kimi çalışmışdır. Eyni zamanda Azərbaycan Siyar Ali Sovetinin deputatı kimi ictimai fəaliyyətlə məşğul olmuşdur. Yazıçılar Birliyində də işləyərkən həmişə ictimaiyyətlə, xalqla birbaşa təmasda olmuş və yəni xalqın dərdinə yanan, xalqın qayğılarını azaltmağa çalışan bir şəxsiyyət kimi, yəni Səməd Vurğun haqqında yazılmış xatirələrin hamısında biz bunun şahidi oluruq ki, onun xalqın içində olduğunu, yəni sözün əsl mənasında xalqın şairi olduğunu görürük. Aynen. Peki Türkiye'de Səməd Vurğunun şiirləri tanınıyor mu? Yəni nə dərəcədə təbii ki, bu qənaət bəxş deyil bu durum. Onu deyim ki, Səməd Vurğunun 110 illiyi münasibəti ilə Ankara'da, Türksoy'da şairin əsərlərindən ibarət bir sərgi keçirilmişdi. O vaxt Türksoy'da bir toplantı keçirilmişdi və akademik səviyyədə çox az sayda məqaləyə rast gəlmək olur.
Məlumdur ki, hal-hazırda Ankaradakı Azərbaycan Böyük Elçiliyinə bağlı Azərbaycan Kültür Mərkəzi fəaliyyət göstərir və Kültür Mərkəzi də öz işində məhz Azərbaycan dövlətinin mədəniyyət siyasətini prioritet olaraq götürür və yəni bu şübhəsizdir ki, bu ildə elə prezidentin sərəncamından irəli gələrək Azərbaycan Kültür Mərkəzi də yəni indiyə qədər gördüyü işlərə bir əlavə olaraq, bir onların davamı olaraq daha doğrusu Səməd Vurğunun da əsərlərinin türk dilində yayımlanması istiqamətində layihələr həyata keçirəcəkdir. Evet. Peki büyük şair Səməd Vurğunun poeziyası o kadar melodik ve duyguludur ki bunun şiirlerine mahnalar bəstələnir. Peki bu bəstəciləri ilhamlandırma səbəbi nə idi sizcə? Bilirsiniz, mən bir cümlə işlətdim daha öncə. Dedim ki, Səməd Vurğunun yaradıcılığı Azərbaycanın ta kəndisidir. Doğru. Yəni Azərbaycanı tanımaq üçün, bilmək üçün Səməd Vurğunu oxumaq məncə kifayət edər. Doğru. Təbii ki, Səməd Vurğundan öncə də Azərbaycan ədəbiyyatında vətən sevgisi, Azərbaycan təbliğ olunurdu. Amma Səməd Vurğunun şeirlərində bilavasitə Azərbaycanın təbii gözəllikləri, Azərbaycanın milli sərvətləri, doğal zənginlikləri, insanların xarakteri, özünün çox gözəl poetik dildə necə deyim, təsvirini tapmışdı. Məsələn, elə 22 qıtadan oluşur Azərbaycan şeiri. Evet. O Azərbaycan şeirinin hər bir qıtası bir ilimizi, o ilimiz nə ilə məşhurdur, hansı meyvəsi ilə məşhurdur, hansı adəti ilə məşhurdur. Yəni, sanki o şeiri oxuyarkən Azərbaycanı adım-adım gəzirsən. Məsələn, deyir ki, bir tərəfin bəhri Xəzər, yaşılbaş sonalar gəzər, xəyalım dolanar gəzər, gah Muğanı, gah Eldarı, mənzi uzaq, ömür yarı. Lənkəranın gülü rəng-rəng, yurdumuzun qızları tək, dəmlə çayı tök ver görək, anamın dilbər gəlini, yadlara açma əlini. Min qazaqda köhlən ata, yalmanına yata-yata, at qan tərə bata-bata, göy yaylaqlar belinə qalx, Kəpəz dağdan göy gölə bax. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan, axşam üstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Gözəl vətən, mənan dərin, beşiyi sən gözəllərin, aşıq deyər sərin-sərin, sən günəşin qucağısan, şeir, sənət ocağısan. Hangi bəstəci buna mahnı, şarkı yazmasın? Yaza bilməsin, bəstələməsin, doğru deyirsiniz. Peki, bugün Səməd Vurğun yaşasaydı, günümüz dünyası hakkında peki ne yazardı? Bugün Səməd Vurğun yaşasaydı, günümüz dünyası hakkında deyərdi ki, silahları yerə qoyun. Yani bu dünyanın barış dünyası olmasını, insanların birbirini sevmesini, Tamam, evet. Bu güneşin bütün insanlara eşit olarak doğduğunu, bu yerin her birimiz için aynı vətən olduğunu deyərdi. Gençlerimize deyərdi ki, dilinizi sevin, kendi kültürünüzü, tarihi geçmişinizi sevin, kendinizi bilin, tanıyın. Bunun için geçmişinizi okuyun, tarihi şəxsiyyətlərinizi okuyun. Babalarınızın, əcdadlarınızın nereden geldiklerini, kimin evlatları olduğunuzu bilin, öğrenin. Doğru, ağzınıza sağlık. Peki kısa olarak Səməd Vurğunun şiirlerinden söyleyebilir misiniz? Valla Səməd Vurğunun bütün şeirleri güzeldi. Evet. Onu diyeyim ki 5. yani bilmirəm Türkiye'de 5. sınıf lise gedir. Aha, öyle mi? Doğru. 5. sınıfta olarken Ortaokul.
Ortaokul mu? Ortaokul. Ha. Aha. Yani ilk başlayanlar 4-cü sinifdən sonra da 5-ci Aha, sinifdə. Biz Səməd Vurğun yaradıcılığını keçirdik. Yəni mənim ədəbiyyata olan sevgimi məhz Səməd Vurğun doğurmuşdu. İlk öncə deyim ki, mən onun kendisinə aşık olmuşdum. O beyaz saçlarına. Çok erken beyazlamıştı. 50 yaşında, Doğru. 50 il yaşamıştı. Yani bütün şiirleri sevilir. Ama en güzel şiiri de şair Ne tez qocaldın sen. Onun bir kıtanı deyim. Olur tabii, buyurun. Neymetse de güzel şiir, şair olan qəm deyir. Ömrü keçir bu adətlə, uğurlu bir saadətlə. Görən məni nədir deyir saçlarına düşən bu dən. Şair, nə tez qocaldın sen. Ağzına sağlık. Sağ olun. Ferna Hanım, programımıza katıldığınız için çok teşekkür ederim. Peki benim sormadığım, sizin söylemek istediğiniz izleyicilerimize bir mesajınız var mı? Herhangi bir sözünüz var mı efendim? Səməd Vurğunun yaradıcılığı o qədər genişdir ki, biz onun haqqında heç danışa bilmədik. Məsələn üçün, onun dram əsərləri, Vaqif haqqında, insan haqqında, poemalar içərisində Zəncinin arzuları, yəni çox bugünümüz üçün çox önəmlidir. Yəni Səməd Vurğun yaradıcılığı haqqında tam Türkiyə seyircilərində tam təsəvvür yaratmaq üçün saatlərlə danışmaq lazımdır və mən elə güman edirəm ki, bu proqram dışında da Səməd Vurğun yaradıcılığına həsr olunmuş seminarlar, konferanslar keçirəcək və ən azından Türkiyəli gənclərə, filoloji təhsil alan gənclərimizə Səməd Vurğunun kim olduğunu anlata biləcəyik. Ağzınıza sağlık. Teşekkür ederim. Ben teşekkür ederim. Değerli izleyiciler, bir programın daha sonuna geldik. Görüşmek üzere efendim. Hoşça kalın. Çok gezmişim özümde, kudretini sizden aldı. Benim sazım sözümde var, kudretini sizden aldı. Benim sazım sözümde var. Bir konağım bu dünyada, bir gün ömrüm gider baba. Bir konağım bu dünyada, bir gün ömrüm gider baba. Vurgunu da sana ya da düzül kalır bizim dağlar. Vurgunu da sanar ya da düzül kalır bizim dağlar. Dağlar, 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 düzül kalır bizim dağlar. Dağlar, 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 düzül kalır bizim dağlar. Kayaları baş başadır, güneyleri taşadır. Göğde kömür çok yaşadı, canım dağlar gözümde var. Göğde kömür çok yaşadı, canım dağlar gözümde var. Bir konağım bu
gözündə var